Və Münhendə Rathaus binası daxil hissəsi. Qəşəngdir. Turistlərlə doludur. Baxın, buradan bir noktada olmalı. Nymphenburg. Bu da Münhenin ən görməli yerlərindən biri. Kral Sarayı. Park salıb. Onların kralları da yaşayırmış da. Orada xüsusi göl, çay içindən həm qazlar, ördəklər, flamingolar. Orada qayıq olub. Yəqin ki, bu qayıqla da hərdən birdən kral istirahət edirmiş. Böyük bir dənə parkdır. Çox böyük bir parkdır. Deyirəm bizim bizim xanlar da bir dənə bir Şəki xan sarayını tikiblər. 2-3 dənə şey vəsiyo. Hələ bunu da düzəldirsiniz, düzəldin. Bir dənə belə bir şey düzəldərdiniz də nə olardı? Qalardı tarixdə. Nə boydadır? Cəmaət gəlir, turistlər gəlir, nə bilim, yerli cəmaət gəlir, burada qaçır eləyir, istirahət eləyir. Bizdə Bakıda bir yanında olsun belə bir parkımız yoxdur. Adamlar burada gəzirlər, qaçırlar, istirahət edirlər. Uşaqları gətirə bilərsən. Nə olar ki, bir dənə də belə bir park bizdə düzəlsin. Gör, quşlar zadlar var, fərqli-fərqli. Ördəklər, qazlar, flamingolar, nə bilim, nələr. Biz çoxsunu tanımırıq. Bitte die Wiese nicht betreten. Qoymuş şərədən o tarafa keçməyin.